Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Mənim əzizlərim, siz də əgər bu cür gözəl, dadlı məkanlarda bişirilən, hazırlanan pizzanı hazırlamaq istəyirsinizsə, çox diqqətlə bu videoya baxın. Ən əvvəl xəmirin, acıtma xəmirini hazırlayıram. Belə desək ki, aparanı. Mən bütün ərzaqları qarışdırıram və bu qarışım dəzgahın üstündə 4 saata mayalanır. 4 saatdan sonra mən həmin, baxın görün, mayalanıbdır. Mən bunu streçləyirəm və bir gecəlik qoyuram soyuducuya. Bu şərtdir. Bu birinci gün. Baxın görün. Soyuducuda bir gecə qalan bizim acıtmamız. İndi isə xəmiri hazırlayıram. Una duz əlavə elədim. Acıtmanı əlavə elədim. Mütləq su ilıq olmalıdır və mütləq bu xəmirdə zeytun yağı olmalıdır. Ümumiyyətlə pizza hazırlananda xəmiri, sousu zeytun yağı istifadə olunmalıdır. Da indi əgər sizdə zeytun yağı yoxdursa, burada istənilən bitki yağı ola bilər. Bu da hazır pizzanın xəmiri. Bax bu cür olmalıdır. Biraz zeytun yağı əlavə elədim və hazır xəmiri qoyacağım bu qabın içinə. Bax belə. Qabı bir daha streçləyirəm. Xəmir bir gecəli gedir soyuducuya. Soyuducuda xəmir acımalıdır. Əzizlərim, bir gecə qalıb soyuducuda, maşallah maşallah, baxın görün xəmir necə acıyıb. Və bu xəmiri tərəzi yolu ilə mən böləcəm 300 qramlıq kündələrə. Əzizlərim, siz bir dənə bu gözəlliyə baxın. Çox möhtəşəm, əsil pizza xəmiri. Mənim əzizlərim, ətraflı resept videonun altında da yazılır. Sizə əgər hansı bir an aydın olmasa, videonun altında resepti açın, baxın, hər şey orada aydın izah yazmışam. Hazır kündələri streçləyirəm və yenə də bir gecəlik qoyuram soyuducuya. Ümumi xəmirdən 300 qramlıq kündə alınıb, bir dənə də 200 qramlıq kündə. Hazırladığım sos çox fərqlidir, amma eyni zamanda da çox dadlıdır. Bir ədəd soğanı törkadan keçirdirəm, üstünə zeytun yağı tökürəm və bir balaca qovururam. Soğan hazır olanda mütləq halda bura yenə də balaca törkadan sarımsaqları keçirdirəm və yenə də bir 5 dəqiqə qovururam. Pizzanın sousunda marketdə satılan soyulmuş pomidoru alıram. Onun sousu çox qəşəng tünd rəngdə alınır. Təmiz 1 kilo pomidoru əlavə edirəm soğanla sarımsağın yanına. Ədviyyatları əlavə edirəm. Yaxşıca qarışdırıram və 5 dəqiqə suyu çəkilənə qədər bişirirəm. Pizzanın, sousun əsas şərti bura qatdığım oreganodur.
Bütün marketlerde satışda var. Hətta adı kekik də gedir. Xəmir bir gecə qalıb soyuducuda. Daha da yeni də mayalanıb. Bu gün 2 cür pizza hazırlanacaq. Pepperoni, bir də qarışıq toyuqla. Kündəni götürəndən sonra qalan kündələri yenə qaytarırıq soyuducuya. Bu şərtdir. Əlinizin altında unikal bir xəmir var və əgər siz əziyyət çəkirsiniz onu açmağa, siz bir balaca manlı da tökə bilərsiniz yuxanın altına, bir balaca un da ata bilərsiniz altına və mən kündəni 28 dairədə yayıram. Məndə xüsusi tavalar var pizza üçün. Birinci pizza olacaq kalbasa ilə, yəni pepperoni. Bolluca sousdan istifadə eləyirəm. İnanın ki, pizzanın dadı, ləzzəti həqiqətən də onun sousundadır. İndi isə bol xırda tyorkanın gözündən keçirilmiş mozzarella pendirini əlavə eləyirəm. Bol-bol, yəni ki, evdə bişən pizza hər şeyini bol eləyirik, çox ləzzətli olur və kalbasanı düzürəm. İstənilən hissə verilmiş kalbasa ola bilər. Çox dadlı olur. Hazır pizzanı əvvəlcədən isidilmiş sobada 220 dərəcədə fan rejimində bişirirəm. Keçdik ikinci pizzaya. Mən niyə çəngəllədim? Bu siz üçün bir fikir olsun. Birdən ehtiyat eləyərsiniz ki, pizzanın xəmirinin ortası birdən qabarar. Siz onu bax bu cürünə çəngəllə reştəhləyə bilərsiniz və mən davam eləyirəm pizzanı yığmağa. Toyuğun sinə ətini duzlu, istiotlu suda da bişirmişəm. Çox dadlı olur. Bu toyuq əti ola bilər. Bu sosis ola bilər. Bu hissə verilmiş toyuğun sinə əti ola bilər. Burada zeytun ola bilər. Burada qarğıdalı ola bilər. Mən zeytunla qarğıdalını xoşlamıram deyənə, ancaq toyuğun ətindən istifadə eləmişəm, pomidordan və bibərdən. Və pizza gedir sobaya 220 dərəcə fan rejimi ilə. Siz bu özəlliyə baxın. 300 qramlıq kündə nazik yayılmış. Xəmir o qədər möhtəşəmdir ki, pizzası da çox möhtəşəm alınır. Ürəyinizdən pizza keçir, Elmira Qadirovanın YouTube kanalındakı video baxın. Hökm deyil ki, məkana gedəsiniz. Siz bir dənə bu pizzaların görünüşünə baxın. Dadını bilməkdən isə siz neyinirsiniz? Vurğuladığım kimi video baxırsınız, bazarlıq edirsiniz və bu cürünə gözəl pizza hazırlayırsınız. Ailə üzvlərinizi sevindirirsiniz. Mənim gözəl qızlarım, sizin əllərinizə sağlıq. Bəh, 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 ləzzət çox dadlıdır. Dəqiq ölçülər, ləziz tamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.